Salam, dərs 9-un izahına baxaq. Mövzumuz litosfer tavaları. Bilirik ki, yer səthi bütöv deyil, ayrı-ayrı hissələrdən, yəni tavalardan ibarətdir. Litosfer tavaları nəzəriyyəsini 20-ci əsrdən Vegener irəli sürmüşdü. Şəkildə gördüyünüz kimi litosfer tavaları bir-birindən bax bu gördüyünüz sınma zonaları vasitəsilə ayrılır. Yəni yer səthi bütöv olmayıb, ayrı-ayrı hissələrdən ibarətdir. Litosfer tavaları materik və okean tipli tavalara bölünür. Həm materik tipli litosfer tavası var, həm okean tipli litosfer tavası mövcuddur. Həm də ölçüsünə görə litosfer tavaları böyük və kiçik tavalara bölünür. Böyük litosfer tavasına Sakit Okean, Avrasiya, Hind, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerika və Antarktida aiddir. Kiçik litosfer tavasına isə Naska, Kokos, Karib, Ərəbistan, Filippin litosfer tavaları aiddir. Böyük litosfer tavalarının içərisindən yalnız Sakit Okean, okean tipli yer qabığına malikdir. Digərləri həm materik, həm okeandır. Amma kiçiklərdən Ərəbistan yalnız materik tipli, qalanları isə okean tipli yer qabığına malik olan tavalardır. Litosfer tavaları daim hərəkət edir. Yəni bu bir-birindən toqquşma və ayrılma zonasına gətirib çıxarır ki, toqquşma konvergent, ayrılma isə divergent zonalardır. İki materik tipli litosfer tavasının toqquşması nəticəsində nəhəng qırışıq dağlar yaranır. Buna Alp-Himalay qırışıqlığına aid edə bilərik. Alp, Qafqaz, Pamir, Hindukuş, Himalay dağları aiddir. Eyni zamanda quruda sınmalar. Bu da Şərqi Afrikada rift sınma zonasını misal göstərə bilərik. Şərqi Afrika sınma zonası Ölü dənizdən Zambezi çayına qədər uzanır. Materik tipli litosfer tavalarının konvergent sərhəddi, yəni toqquşma sərhəddi kolliziya zonası adlanır. Materik və okean tipli litosfer tavalarının toqquşma, yəni konvergent sərhədlərində müxtəlif relyef formaları əmələ gəlir. Bu sahildə qırışıq dağlar Ant-Kordilyer dağını göstərə bilərik və eyni zamanda qövsvari adalar Aleut, Kuril, Yapon, Rükü, Yeni Zelandiya və s. Okeanlarda isə novlar yaranır. Aleut novu, Kuril, Kamçatka novu, Peru, Çili novları əmələ gəlir. Okean tipli litosfer tavaları materik tipli tavalarla toqquşan zaman okean tavası materik tavasının altına batır və bu hissə subduksiya zonası adlanır. Şəklə diqqət yetirsək, buradan materik tipli tava, okean tipli tava, bu da materik tipli tavadır. Baxın, okean tipli tava, materik tipli tavanın alt hissəsinə batması göstərilir. Burada da okean ərazisində novlar yaranır, çökəkliklər yaranır. Peru çökəkliyi, Çili çökəkliyi və s. Tavaların okean qabığına malik olan hissələrin divergent sərhədləri, yəni divergent ayrılma sərhədləridir. Burada rift dərələri boyunca orta okean dağ silsilələri formalaşır. Bu silsilələrin üst hissəsi suyun üzərinə çıxaraq adaları əmələ gətirir. Bu adalara İslandiya, Azor, Müqəddəs Yelena, Pasxa, Galapagos adalarını misal göstərə bilərik. Okean tipli tavaların ayrılması nəticəsində okean dibi genişlənir və bu genişlənmə spreading hadisəsi adlanır. Okean tipli litosfer tavalarının toqquşması çox da bir geniş ərazini əhatə etmir. Bu, iki okean tavasının toqquşması Sakit Okean və Filippin tavaları arasında baş verir ki, burada da Sakit Okean litosfer tavası Filippin tavasının altına keçmişdir. Vegener nəzəriyyəsinə görə ilk yaranan materik Pangeya, ilk yaranan okean isə Pantalas olmuşdur. Geoloji inkişafın sonrakı dövrlərində, Perm və Trias dövrlərində bu Pangeya
Lavraziya və Gondvanaya parçalanmışdır. Lavraziya qurusu şimalda, Gondvana isə cənubda yerləşmişdir. Və bu iki quru arasında Tetis okeanı mövcud olmuşdur. Və ehtimal olunur ki, Qara, Xəzər, Aralıq dənizləri Tetis okeanının qalıqlarıdır. Və 135 milyon il əvvəldən başlayaraq Lavraziya və Gondvana parçalanmış müasir materiklər, okeanlar yaranmışdır. Lavraziyadan şimal materikləri Avrasiya və Şimali Amerika, Gondvanadan cənub materikləri Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida yaranmışdır. Vaxtı ilə Gondvanadan ayrılan Hindistan və Ərəbistan Afrikada bitişik olmuşdur. Amma sonra şimala doğru hərəkət edərək artıq Avrasiyaya birləşmişdir. Ona görə də biz Avrasiya materiki üçün yad quru sahələr dedikdə Hindistan və Ərəbistanı götürərik. Geosinklinal və platformalar. Litosfer dağlarının hərəkəti nəticəsində yer səthində geosinklinallar və platformalar yaranmışdır. Geosinklinalların formalaşması ümumilikdə platformanın formalaşması 4 mərhələdən keçir. Bunun 3-cü mərhələsi geosinklinala uyğun gəlir. 4-cü mərhələ isə platformaya uyğun gəlir. Yəni son mərhələdə artıq platformaya çevrilir. Birinci mərhələyə diqqət yetirsək, baş şəkildə görürük birinci mərhələdə yer qabığının böyük bir hissəsi enməyə başlayır və bu enmiş ərazilərdən dəniz hövzəsi yaranır və onun dibində də qalın çökmə suxur qatı toplanır. İkinci mərhələdə artıq yer qabığının enməsi davam edir, amma bir çox hissələrdə qalxma da baş verir. Yəni burada enmə sinklinal, qalxmalar isə antiklinallar yaranır. Üçüncü mərhələdə şəklə diqqət yetirsək, dağ əmələ gəlmə prosesi artıq burada aktivləşir. Yəni enmə dağ əmələ gəlmə ilə əvəz olunur. Yəni antiklinal və sinklinallar birləşərək iri dağ sistemlərini əmələ gətirir. Artıq 4-cü mərhələdə daxili qüvvələr zəifləyir, xarici qüvvələrin təsiri çoxalır. Yəni artıq burada xarici qüvvənin təsiri ilə platforma sahəsinə çevrilir. Geosinklinalın inkişafının bu son mərhələsi platformaya çevrilir. Platformalar litosfer tağlarının mərkəzində olur, sərhəddə olmur. Ona görə də platformalar sabit hissələr adlanır. Platforma özü iki hissədən ibarətdir. Kristalik bünövrə və platforma örtüyü. Kristalik bünövrə platformanın alt qatıdır. Amma üst hissədə isə platforma örtüyü yerləşir. Şəklə diqqət yetirsək, bu 2 rəqəmi ilə, burada rəqəmlər göstərilir. 2 rəqəmi ilə göstərilən, bax bu hissəyə diqqət yetirsək, bu platformanın alt hissəsidir. Yəni kristalik bünövrədir. 1 ilə göstərilənlər isə platforma örtüyüdür. Bəzi hissələrdə bu kristalik bünövrə gördüyünüz kimi yer səthinə doğru çıxır və bu qalxan və ya sipər adlanır. Platformalar ümumilikdə yer qabığında oval formalı enmə sahələrinə malik olarsa bu sinekliz adlanır. Az meyilli qalxma sahəsi olarsa antekliz adlanır. Diqqət yetiririk, platformada sinekliz və anteklizlər var. Platformada geoloji yaşına görə qədim və cavan olur. Qədimə Şərqi Avropa, Afrika, Hindistan, Sibir, Şimali Amerika aiddir. Yəni bu əsasən bünövrəsi Kembriyə qədərki arxev və proterozoy dövrlərində qoyulmuşdur. Cavan platforma Turan, Qərbi Sibir, Ön Qafqaz, Almaniya, Polşa və Patagoniya ovalıqlarıdır ki, bu da Paleozoy erasında əmələ gəlmişdir. Burada yer qabığının quruluşu və faydalı qazıntıları xəritəsi var. Yəni bu xəritəyə diqqət yetirsək, bu hissədə qədim platformalar, qədim qırışıqlıq vilayətləri, orta qırışıqlıq, yeni qırışıqlıq vilayətləri rənglərlə göstərilib. Qədim qırışıqlıq vilayət dedikdə biz Baykal dövründə olanları nəzərdə tuturuq. Bax görürsünüz, rənglərə diqqət yetirin, bu hissələrdədir.
Bu ən qədim qırışıqlığa aiddir, Baykal qırışıqlığı. Qədim qırışıqlıq dedikdə isə artıq Kaledon və Hersini nəzərdə tuturuq. Yəni ən qədim dedikdə bu Baykaldır. Baykal rəngləridir. Bax bu rənglərlə göstərilmişdir. Bu ən qədim qırışıqlıqdır. Qədim qırışıqlıq isə Kaledon və Hersin dövrlərini əhatə edir və rəngi də bu hissədə göstərib. Yəni xəritədə bu rənglə göstərilən qədim qırışıqlıqdır. Yəni Kaledon və Hersinə. Orta qırışıqlıq isə artıq Mezozoy erasını əhatə edir və təxminən göy rənglə verilib. Görürsüz baba, bu hissə Mezozoydur. Bu hissə Mezozoya aiddir, yəni orta qırışıqlığa. Yeni qırışıqlıq vilayəti isə artıq bu Alp qırışıqlığıdır. Yəni daha aktiv, daha seysmik ərazilər göstərilir. Yəni xəritədə bu göstərilmiş qırışıqlıqların, rənglərin xəritədə hansı hissədə olmasına diqqət yetirsəniz daha yaxşı olar. Əsas dağ əmələ gəlmə mərhələləri hansılardır? Baykal qırışıqlığı zamanı dağlar demək olar ki, qalmayıb. Yəni həmin dövrdən dağlar qalmayıb. Bu da Baykal ətraflı dağları biz buna misal göstərə bilərik. Digər dağlar artıq yoxdur deyə bilərik. Həmçinin bu dağ əmələ gəlmə mərhələsində bundan başqa Şərqi Sayan, Peribaykalya, Zabaykalya, Patom yaylası, Yenisey və Timan yüksəkliyini misal göstərə bilərik. Kaledon qırışıqlığı Tiyanşan, Altay, Sayan, Appalaçın şimal hissəsi aiddir. Skandinaviya və Qazaxıstan xırda təpəliyi Kaledona aiddir. Hersin qırışıqlığında artıq burada Turan, Qərbi Sibir, Ön Qafqaz platformaları diqqət yetirsək, bunlar artıq platforma kimi götürə bilərik. Dağlıq ərazi kimi Ural, Böyük su ayrıcı, Xinqan, Kap, Altay, Sayan, Tiyanşan, Appalaçın cənubu. Diqqət yetirin, Altay, Sayan, Tiyanşan, Appalaçın şimalı Kaledondur, cənubu Hersindir. Mezozoy qırışıqlığı və ya Kimmer qırışıqlığı, buna Kordilyerin şərqi, qayalı dağlar aiddir. Bundan başqa Verxoyansk, Çersk, Sxoto-Alin, Tibet, Kunluşan dağları Mezozoy qırışıqlığına aiddir. Alp qırışıqlığına isə Paleogen, Neogen, Antropogen dövrlərində, yəni Kaynozoy erasında baş vermişdir. Buna cavan dağlar, seysmikliyi çox olan dağlar aiddir ki, Alp, Apennin, Atlas, Piriney, Qafqaz, Pont, Tavr və s. dağlar aiddir ki, bunlar cavan dağlar adlanır. Yer səthində yenidən törənmiş dağlar var, yəni yenidən cavanlaşmış. Buna Altay, Sayan, Tiyanşan, Şərqi Afrika və Baykal ətraflı dağları misal göstərə bilərik. Tektonik hərəkətlər, zəlzələ və vulkanlar. Yerin daxilində gedən proseslərlə əlaqədar olaraq yer qabığında üfüqi və şaquli yer dəyişmələr yaranır ki, bu da tektonik hərəkətlər adlanır. Daxili proseslərlə bağlı yer qabığında üfüqi qırışıqlıqlar, şaquli faylar formalaşır. Üfüqi hərəkətlər nəticəsində antiklinal, sinklinal, şaquli hərəkətlər nəticəsində Horst və qrabenlər yaranır. Horst tektonik qırılmanın mərkəzi hissəsinin qalxması nəticəsində yaranır. Qraben isə tektonik qırılmanın mərkəz hissəsinin enməsi nəticəsində Horst və qrabeni görə bilərik. Deməli, Horst və qraben qırılıb enmə, qırılıb qalxmadır. Yəni, sınıb enmə, sınıb qalxma deyə bilərik. Qədimdə baş vermiş tektonik proseslərə paleotektonik proseslər, Kaynozoyun Neogen dövründən sonraki dövrdə baş vermiş tektonik proseslərə neotektonik proseslər deyilir. Neotektonik, yəni yeni proseslər, litosfer tavalarının həm üfüqi, həm şaquli hərəkəti ilə müşayiət olunur. Neotektonik hərəkətlər təbiətdə güclü dağıntılara səbəb olur ki, zəlzələ və vulkanizm kimi kataklizmlər yaranır. Müasir geosinklinalda zəlzələlər daha çox baş verir. Yəni zəlzələ ən çox geosinklinalda olur. Platformada bilirik ki, sabit ərazi olduğu üçün zəlzələ olsa da çox cüzi hiss olunur. Zəlzələnin yerin daxilində yarandığı sahə zəlzələ ocağı ya hipocentr deyilir,
Hipocentrin yer səthindəki proyeksiyası isə epicentr adlanır. Zəlzələ dərinliyinə görə 4 cür olur. Səth zəlzələləri 10 kilometrə qədər, normal zəlzələ 10-60, aralıq zəlzələləri 60-300, çox böyük zəlzələ 300-700 kilometr arasında dəyişir. Eyni seysmik gücə malik olan nöqtələri birləşdirən xətt izoseyslər adlanır. Yer kürəsində ən güclü zəlzələ Sakit Okean Odlu qövsündə, Alp-Himalay qurşağında, Ant-Kordilyer dağ sistemində baş verir. Geosinklinal qurşaqlarda tektonik çatılar boyunca ərimiş maddələr böyük təzyiqlə yer səthinə çıxır ki, bu proses maqnatizm ya da vulkanizm adlanır. Yəni vulkan püskürməsi baş verir ki, vulkan püskürən zaman səthə çoxlu miqdarda lava, ərimiş maqma daxil olur. Atmosferə isə tüstü, su buxarı, kül və müxtəlif qazlar daxil ola bilir. Vulkanik dağlarda lavanın səthə çıxdığı çökəklik krater adlanır. Güclü partlama nəticəsində vulkanların səthə çıxdığı çökəklik böyük olarsa, bu zaman kaldera adlanır. Burada vulkanın quruluşu verilibdir, burada vulkan krateri verilibdir. Vulkanizm prosesləri materik və okean tipli yer qabığında formalaşa bilir. Əgər materik tipli yer qabığında baş verirsə, bu zaman yer səthinə turş tərkibli lava püskürür. Belə vulkanlar stratovulkanlar adlanır. Kilimanjaro, Vezuvi, Etna turş tərkibli vulkanlardır. Yox, əgər vulkanizm prosesləri okean tipli yer qabığında baş verirsə, bu zaman səthə əsasi tərkibli lavalar çıxır. Belə vulkanlara qalxanvari vulkanlar deyilir. Hekla, Mauna Loa, Mauna Kea, sonra İslandiyadakı vulkanları biz əsasi tərkibli, yəni qalxanvari vulkanlara aid edə bilərik. Vulkanlar fəallığına görə sönmüş və fəaliyyətdə olan vulkanlara bölünür. Fəaliyyətdə olan vulkanların püskürməsi, məsələn, tarixi mənbələrdə məlumdur. Amma sönmüş vulkanın püskürməsi haqqında heç bir məlumat yoxdur. Ən hündür fəaliyyətdə olan vulkan Ant dağlarında Lyul-Yalyakodur. Ən böyük sönmüş vulkan yenə Ant dağlarında Chimborazo vulkanıdır. Vulkanizm proseslərinin inkişaf etdiyi ərazilərdə qaynar su buxarları olur ki, bunlar çatılar vasitəsilə böyük təzyiq altında fəvvarələr şəklində yer səthinə çıxır. Belə təzyiqli fəvvarələr geyzerlər adlanır. Geyzerlər ən çox İslandiya, Yeni Zelandiya, Siciliya, Kamçatka, Apenində daha çox baş verir. Geyzerlərdə su buxarının yer səthinə çıxdığı çökəklik qrifon adlanır. Suların tərkibində həll olunmuş müxtəlif birləşmələr isə geyzeritlər adlanır. Ən böyük geyzer ABŞ-ın Yellowstone Milli Parkında yerləşir. Bu tektonik fəal ərazilərdə temperatur 37 dərəcədən yüksək olan sahələrdə bu yeraltı sular isti bulaqlar şəklində yer səthinə çıxa bilir və bu da müalicə üçün böyük əhəmiyyətə malik olur. Yerdə maqnatizm prosesi ilə yanaşı bu proseslə əlaqəsi olmayan vulkanlar var ki, belə vulkanlar palçıq və ya yalançı ya da psevdovulkanlar deyilə bilir. Palçıq vulkanlar neftli, qazlı geosinklinal ərazidə baş verir. Diqqət yetirin. Hər neft qaz olan ərazidə palçıq vulkanı olmur. Həm orada neft qaz olmalıdır, həm geosinklinal ərazi olmalıdır. Yer səthinə həmin vaxtı lava yox, palçıq kütləsi salza axıdılır. Və bu vulkanın ətrafında bu yer səthinə çıxan salza soyuyur və kəsəkli palçıq birəkçi yaradır. Ən çox palçıq vulkanı Azərbaycandadır, Qobustanda, Krım, Keç, Taman yarımadaları, Saxalin, Yeni Zelandiyada daha çox yayılmışdır. Qitələr üzrə vulkanlar verilmişdir və hər bir vulkanın yerləşdiyi ölkəyə diqqət yetiririk. Çünki imtahanlarda daha çox qarşılaşa
bilərik. Avropada Etna, Vesuvi, Stromboli, sonra İslandiyada Hekla, Eyjafjallajökull, Bardambuga və Sala vulkanıdır. Yaponiyada Fujiyama Asodur. Filippində Apo, Pinatubo vulkanları yerləşir. Digər vulkanlara da diqqət yetiririk və xəritədə öyrənirik.